Mənim heç vaxt bacım olmayıb. Mənim qız övladım da yoxdur. Ona görə də evdə qız övladı ilə necə davranmaq kimi bir məsələlər Mənim heç vaxt bacım olmayıb cümləsi yanlışdır. Heç vaxt ifadəsi istifadə olunubsa, biz onda cümləni tamamlayan ifadəni dəyişməliyik. Məsələn, mənim heç vaxt hansısa bir əşyam, davranışım, vərdişim yaxud xüsusiyyətim olmayıb deyə bilərik. oldu. Ona görə ki, vaxtı ikən onların valideynləri müəyyən suallara cavab verməyiblər. Ümumiyyətlə hesab edirəm ki, Bunlar olar yox, bunlar onlar olmalıdır. bu gün oğul övladım var kimi məsələ biraz natamamlıqdan irəli gəlir. Mənə elə gəlir ki, o insan ki, övladına cinsiyyət nöqteyi nəzərdən baxır, o natamamdır daxilən. Onun içində çox böyük bir problem var. O problemi o övladda axtarmasın, özündə axtarsın. Şəxsin səs tonu, intonasiyalı nitqi, söz ehtiyatı, fikrini ifadə eləmə tərzi, nitq üslubu, jest və mimikaların məqsədə uyğun istifadə olunması düşünürəm ki, kütləvi informasiya vasitələrinə tam uyğundur.